Hər vaxtınız xeyir olsun qızlar. Badımcan pomidor dolması hazırlayacağım bu günləri. 2 baş böyük soğanımı xırda-xırda doğrayıram və bir geniş tavama götürüb tavama bu xırda doğradığım soğanları əlavə edirəm. Tavama duru yağ, kərə yağı və quyruq yağı da əlavə edirəm ki, yeməyim daha da ləzzətli olsun. Və başlayıram tərəvəzlərimi hazırlamağa. Badımcanı mən bu şəkildə soyuram. Soyaraq bişirirəm. Həm belə rəngi gözəl olur, həm də qızardanda çox gözəl görsənir. Biberimin də o içini çıxardıb təmizləyirəm və pomidorlarımın da içərisini çıxardıram. Mən bütün tərəvəzlərdən 10 götürürəm. 10 badımcan, 10 pomidor, 10 da biber. Daha sonra mütləq sarımsaqlarımı təmizləyirəm. Sarımsaqlarımı doğrayıram. Mütləq ətə sarımsaq əlavə edirəm və soğanlarım biraz qızardıqdan sonra ətimi də soğanlarımın üzərinə əlavə edib yaxşıca qovururam. Qovurduğum soğanların və ətin üzərinə pomidoru da xırda-xırda, pomidorun içliyini də xırda-xırda əlavə edirəm. Mütləq pomidoru içinə əlavə edin ətin. Beləcə ət daha yumşaq və gözəl alınır. Yəni çox xanım var, üzərinə əlavə edir pomidorun suyunu. Mən ətin içinə əlavə edirəm. Və yenə də ətə biz vururuq, deməli ədviyyatlarını, duz, istiot və mütləq də sarı kök vururam ki, ətimin rəngi gözəl olsun. Və budur, artıq demək olar ki, hazırdır. Son məqamda ocağımı söndürdükdən sonra xırda-xırda reyhanlarımı da, bir dəstə reyhanımı da xırda-xırda doğrayıb ətimə əlavə edirəm. Və bu qədər. Artıq mənim içliyim gördüyünüz kimi tam şəkildə artıq hazırdır. Gözəldir, alınır, ətri də çox da gözəldir. Ətim hazır olduqdan sonra artıq badımcanlarımı qızartmağa başlayıram. Badımcanları öncədən duzlu suda saxlamışdım, suyunu sıxıb qızardıram. Baxın, bu cür formada çox gözəl qızarır. Qızardıqdan sonra artıq bir-bir bütün tərəvəzlərimi içine doldurmağa başlayıram. Bax, bu cür formada doldurdum və artıq yeməyim pişməyə hazırlaşıb. Üzərinə biraz su əlavə edib pişirirəm. Və budur, artıq mənim yeməyim hazırdır. Servis etmişəm. Çox gözəl, çox dadlı alınır. Buyurun, siz də hazırlayın, nuş olsun.